Dünya tarixi boyu müharibələr, yıxılan imperiyalar, axıdılan qanlar, hamısı bu sarı metalın üstündə olub. Qədim insanlar atom fizikasını və ya Mendeleyev zündvəyini bilmirdilər. Bəs necə oldu ki, minlərlə maddə arasından məhz qızılı dünyanın kralı seçdilər? Gəlin tarixi elmi süzgəcdən keçirək. Qədim sivilizasiyalar valyut axtarışında idi. Qazları cibdə daşımaq olmazdı. Dəmir paslanır və çürüyürdü. Aktiv metallar isə partlayıcı idi. İnsanlar sınaq yolu ilə anladılar ki, zamanın dişinin batmadığı yeganə şey qızıldır. Bəs niyə məhz o? Niyə günüş yox? Tarixdə qızılı günəşin parçası adlandırıblar. Fizika isə buna daha dəqiq cavab verir. Fikir vermisinizsə, gümüş və platin bozdur. Amma qızıl atomunda elektronlar işıq sürətinə yaxın hərəkət edir. Einsteynin nisbilik nəzəriyyəsinə görə bu nəhəng sürət atomu sıxır və qızılın o ecazkar, ilahi sarı rəngini yaradır. Yəni qədim insanların ilahi sandığı parıltı əslində kvant fizikası idi. Tarixçilər üçün qızıl ölümsüzlük deməkdir. Kimyəvi cəhətdən o qədər sabitdir ki, demək olar heç nə ilə reaksiyaya girmir. 3000 il əvvəl torpağa bastırılan qızıl bugün çıxarılsa yenə eyni cür parıldayacaq. Qızıl dəmir kimi bol deyil ki, dəyərsiz olsun. Platin kimi də həddən artıq nadir deyil ki, tapılmasın. Məhz bu qızıl orta balans onu qlobal pula çevirdi. Qısacası, qızıl sadəcə metal deyil. O, tarixin ehtirası ilə fizika qanunlarının kəsişdiyi yeganə nöqtədir.